qadından asılıdırmı? Qadınları günahlandırırlar. Qadınlarda isə bu 6 ay müddətdir. Hətta müayinələrə belə yalnız qadınlar gəlir. Qadın ağlayır. Salam, mən doktor Leyla Mama ginekoloq. Bu gün sizinlə çox ağırlı və son dərəcədə aktual olan bir mövzu haqqında danışacağam. Sonsuzluq mövzusu haqqında. Sonsuzluq qadından asılıdırmı? Bu mövzu çox geniş yayılmış mövzudur. Bunun cavabı da çoxunuz bilirsiniz ki, xeyirdir. Lakin səbəblərə baxmaq lazımdır. Hələ də indiki müasir dövrdə sonsuzluğu qadınla əlaqələndirirlər və qadınları günahlandırırlar. İndi isə səbəblərə baxaq. Sonsuzluq ümumiyyətlə nədir? Sonsuzluq bir il ərzində mütəmadi cinsi əlaqə olmasına baxmayaraq, yəni qorunması cinsi əlaqə olmasına baxmayaraq hamiləlik baş verməməsinə deyilir. 35 yaşdan yuxarı qadınlarda isə bu 6 ay müddətdir. Statistik göstəricilərə baxsaq, qadınlar arasında, yəni qadın sonsuzluğu 35-40%, kişi sonsuzluğu 35-40%, hər iki tərəf 15-20%, bilinməyən sonsuzluq isə 10%-ə qədərdir. Statistik göstəricilərdən görünür ki, qadın və kişi sonsuzluğu demək olar ki, bərabərdir. Yəni faizlər demək olar ki, bərabərdir. Ancaq bizim cəmiyyətdə isə qadın sonsuzluqda günahlandırılır və qadın müalicələrə cəlb olunur. Kişilər isə çox vaxt kənarda qalır. Kişi sonsuzluğunu bilmək üçün çox asan bir analiz, yəni ancaq spermoqram analizi ilə bunu müəyyənləşdirmək olur. Lakin kişilər çox vaxt müəyyən bir səbəblərdən ya onlar utanırlar, ona görə də analiz vermək istəmirlər. Hətta müayinələrə belə yalnız qadınlar gəlir. Halbuki müayinələrə həm qadın, həm də kişi cütlük birlikdə gəlməlidir və onlar öz problemlərini həkimə birlikdə danışmalıdırlar. Və nəticədə nə baş verir? Bəzi hallarda qadını həkim tək müayinə və müalicə etməyə başlayır. Əlbəttə ki, mən o həkimlərdən deyiləm. Mən heç vaxt spermoqram analizi əlimdə olmadan qadını müayinə etməyə və müalicə etməyə başlamıram. Amma bəzi hallarda biz bu halları görürük ki, həkim müayinəyə başlayır və bunun nəticəsində qadın bir çox prosedurlar keçir, hormonal müalicələr alır. Bilirsiniz ki, hormonal müalicələrin də bir sıra əks təsirləri vardır. Prosedurların bəziləri çox ağırlıdır. Onlara qadın məruz qalır, qadın stres keçirir, qadın ağlayır və kişi isə bir sadə olan, çox sadə bir analiz olan spermoqram verməkdən imtina edir. Bu isə çox ədalətli deyil. Ona görə də əziz cütlüklər, sizə müraciət edirəm. Əgər övlad sahibi olmaq istəyirsinizsə, mütləq birlikdə həkimə müraciət etməlisiniz. Yəni bu ağır yükü təkcə qadının çiyinlərinə qoymaq olmaz. Əgər əziyyət çəkmək lazımdırsa, zəhmət çəkmək lazımdırsa, hər ikiniz çəkməlisiniz. Birlikdə müayinələrdən keçin və müalicələri alın. Bu və ya digər mövzularla maraqlanırsınızsa, kanalımıza abunə olun və videonu bəyənməyi unutmayın.